Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Ay Gövhər, dedim axı bəsdir də, sushi söhbəti bağlanıb. Sən elə danışırsan, elə bil sənin 7 nəslin həmişə sushi yeyib. Yaxşı, Talih evdə hazırlayanda deyərəm, xəbər eləyərəm, gəlib yeyərsən. Sağ ol, vaxtımı alırsan. Ay qız, şəkərdən də soruşum da bir kəlmə, uşaqdan bir xəbər yoxdur. Gedək, ne soruşaq? Şəkər, Salam Melekim, nəsə lazımdır? şəkər, Nazlı Xəzər barədə sənə bir söz zad deyib eləməyib. Yox, nəsə olub Xəzərə? Heç nədən Xəzər evdən çıxıb gedib. Xəbər ötəri yoxdur. Hara? Hara gedib? Ay qızım, bilsəydim səndən niyə soruşurdum? Deyirəm, bəlkə Nazlı nəsə bir söz zad deyib eləyib də Xəzərlə danışmağı barədə. Yox. Məncə heç Nazlı bilmir axı heç Xəzər harasa gedib getməyibdi. Bilsə deyərdi, eşitmiş olardım. Narahat olmayın, nəsə olsa deyərəm. Hə, balamsın, mütləq başıma dönərəm. Yaxşı, bax gözləyəcəm ha. Yaxşı, narahat Sağ ol. Sağ ol. Sağ ol. Sabahın xeyir. Sabahın xeyir. Eyrəm qaqa bu nə məzələdir, yaman yatırsan ha. Deyirəm, adam xoşvaxt olanda yuxusu da şirin olur. Üzü yaman güllar, nə məsələdir? Yoxşudur, doğru olsun. Sən benimlə danışa bildin? Ariflə də danışdım. Kim? Arif. Səni bəri istədim. Arif nə deyəcək? Hazırlıq verdi. Maşallah, maşallah. Allah səni xoşbəxt eləsin. Sağ ol, Ayətə, sağ ol. Bundan sonra bir-birinizin qədrini bilin də. Baş sayı. Bir-birinizi düşünün, bir yerdə addımlayın. Olur da ailədə ardasa balaca bir problem olsa, çalışın o problemi birlikdə həll eləyə getsin. Barışmağınıza sevindim ha. Özdən çox. Çalışın bundan sonra da mehriban olun. Sağ ol. Mən də çox sevindim sevinməyə, amma səndən bir dənə xahiş edirəm. Sən o bələdiyyə ki, gələndə indi cehiz gətirəcək də, heç olmasa o cehizin müasirlərini gətirsin. Ən azından ata, səhv deyirəm, bir 8 kiloluq o paltarüyan gətirsin. O da. Ailəmiz böyükdür də, neyini Ha, bura bax, evə nökər gətirmirəm, mən. Səni bəri qaytarıram. Başa düşdün? Bildim, indi zarafat Hə, Qardaşım xoşbəxt ol, mənim də biraz da könlüm açılır. Arvadlarla Biz söz işləmirəm ha. Elə bildi Ləcib burada olsaydı bir dənə mahnı oxuyar deyə. Dayıdı qardaşım ben. O da tacı başını. Nə gözəl güldü bu cür atır subaylı başını. Arif, eşləmən. Sən xoşbəxt olasan, sən bu xoşbəxtliyə layiqsin. Sağ olun, sağ olun əzizim. Xoşbəxt. Həmişə belə güləsən. Sağ ol əzizim, o gün olsun sənin üçün də bir toy eləyək. Atamız qol budaq atsın, oynasın. İnşallah görərsən həyat onu. Otağın kölgəsində gəzəsən. Yaxşı oldu şəkər, danışarıq. Nasıl olur? Yox, işlə nə olacaq? Gəlmiş konfet götürməyə. Çay istəyirsən? Yox, varım orada.
Xəzər necəsən? Eşitdim evdən getmirsən. Zəng eləyirəm, zəngimi də açmırsan. Nigaranam səndən. Nə olar mənə cavab ver. Mama, al iç. Dur, al iç özünə gəl. İstəmirəm ay baba. Yaxşı da mama, tərs eləmə. Nə olar, bax, sən mənim gözəl mamamsan, gözəl mamamsan. Al iç. Ay bala, dedim istəmirəm də. Uşağımdan nigaranam. Hara getdi? Hardadır? Aç susuz neynir mənim bala? Təzyiqin düşmür axı bayaqdan. Mama, nə olar iç də özünə gəl, sakitləş, özünə əl al. Hamı axtarır da tapacaqlar inşallah. Sağ-salamat gələcək. Ay Allahım, sən özün mənim balamın köməyi ol. Hara getdi bu uşaq? Niyə belə eləyir? Sakitləş mama. Sakitləş. Sən bir şey olsa nə edəcək? Ay Allah. Yaxşı da mama, tərs eləmə, nə olar. Gəl iç, dur iç, nə olar. Qurban olaram sənə. İstəmirəm. Sakit ol. Heç bir xəbər yoxdur hələ. Bayaq Sevdanı gördüm yolda, ondan soruşdum elə. Görəsən hara gedib? Heç kim bilmir. Şahnaz da yaxşı deyil. Elə Sevda dərman alıb aparırdı. Hamısı mənə görə oldu şəkər. Mən elə ağır danışdım ki ondan. Sənin də zəngin açmır. Nə zəngimi açır, nə mesajıma cavab verir. Bax, yaxşı başa düşdüm də, anandan küsmüsən, incimirsən, ona cavab vermirsən. Sənə niyə də? Səndən də küsüb bəyəm. Elə məndən küsüb də. Elə sözlər dedim ki ona. Nə bilim, bütün gün içirdi də şəkər, özünü apara bilmirdi. Dedim, bəlkə bir xeyri ola, mən nə bilim belə olacaq. Onda məsələ çox ciddidir. Kimdir, Xəzərdir? Sevda. O da yazıb bir xəbər də. Danış görək nə xəbər var. Alo. Hə, Sevda. Evdəyəm, ha, nə olub? Olar, ha, yaxşı. Nə olub, nə deyir? Deyir, buradayam, məhəllədəyəm. Çıx səndən, sözüm var. Nə sözü var olsun? Bilmirəm. Ehtiyatlı ol, qardaşların görməsin. Yaxşı, gəlirim. Tez gəl. Xəbər yoxdur da Xəzərdən, ha? İşlərin yığdı, çıxdı, getdi. Biz də qaldıq belə nigaran. Nazlı, siz görüşəndə sən ayrılıq deməmisən. Ancaq getsə ona görə gedə bilər. Ya ümumiyyətlə aranızda nə söhbət keçib, nə danışmısınız? Axırıncı dəfə elə Şahnaz xalanın elədiklərini demişəm. Yəni Arifə dediklərini. Niyə dedin? Neyniyim, Sevda, məcbur idim. Mən nə bilim ki, Xəzər belə eləyəcək, çıxıb gedəcək. Səni də qınamaq olmur. Nazlı. İnşallah dua eləyək ki,
Xəzər tapılar. Başına bir iş gəlməz. İnşallah gəlməz Sevda, amma mən də başa düşdü. Bu qardaşlarım üstümə düşür. Evdə mənə gün verib işıq vermirlər. Şahnaz xalda gedib Arifə deyib ki, ged Nazlıya yiyadır. Mən nəyəm ki, donuşun? Elə olmaz axı. Yaxşı, bunları danışmağın mənası yoxdur, özün də bilirsən. Olan oldu, keçən keçdi. Əsas Xəzər tapılsın. Demək bu belə eləyəcək. Daha olmaz ha belə. Yaman nazlı qız olmusan. Nə qədər gözlədirsən məni, səni mən? Neyim mən sənə qopun əlimdə iş görürdüm, elə qəfil dedim ki, düş aşağı. Vallahi mən də bilmədim, mən tələsik gəldim. Hə, yaxşı elədin. Ürəyin nə qədər istəyir, mən səni gözləməyə hazıram. Yəqin ki, eşitdin də, Ariflə danışdım axı. Hə, bildim, xəbərim var. Bütün günü evin içində Arif mənə təzə gəlin deyib. Sənə deyir. İnanırsan, heç bizimkilər də dala qalmır ha. Bizim o balaca Nəcib var, qardaşım. Toyudunu qardaşımın, odu tac. Bütün günü oxuyur, gəlinlər söz atır. Səni mənlə danışandan sonra nə bilim, gözəlləşibsən, nə bilim nə. Bax belə, gör nə deyirəm səni ver. Əli uzat mənə. Bax, bu üzüyü taxıram sənin barmağıma. Çox xahiş edirəm. Bu barmaqdan bu üzüyü heç vaxt çıxmaz. Birdən nəsə iş görərsən, qab yuyarsan, baxma da, o ərsən rakı ilə qıranı heç vaxt, yaxşı mı? Baş üstə. Qoy qalsın, mən bundan sonra daim səndən bir yerdə olmaq istəyirəm. Bax, o vaxtı nişan üzüyüm. Məhz buna görə də mən taxdım bunu. Nə deyirsən? Gör nə deyirəm, yaxşı adıma düşdü. Vaxt itirmədən gedirik nikaha. Sənədlərimizi verək. İndi? Hə, indi. Şəxsiyyət vəsiqən üstündədir. Hə, həmişə üstündə olur. Gedək səni ver, gedək. Kim var evdə? Gəlin, evdə. Sənə dedim, qardaşım bir gün səndən üz çevirəcək. İncimə, amma günah səndədir. Öz oğluvu özün özünə düşmən elədin. Yəni deyirsən, mənə görə çıxıb getdi? Sənə görə getdi də. Nazlı gedib ona sənin Arifə dediklərini deyib. Nə? Satqın. Ağzında söz qalmır. Niyə? Sən geyib deyəndə yaxşıdır, Nazlı geyib deyəndə pisdir. Aranı sən qatmısan da, qızını niyə qınayırsan ki? O deməməli idi. Niyə? Sən mənim mamamsan deyə mən sustum demədim. O niyə deməsin? Qardaşları sinəsinə döyür. Ay bacımız belə, bacımız elə. Bir dənə bacının öhdəsindən gələ bilmirlər. Mama, başdan hər şey səhv eləyirsən, səhv danışırsan. Xəzərlə Nazlı bir-birlərini sevirlər. Sən bunu istəsən də, istəməsən də belədir. Sən gedib onlara kömək eləməkdən, aranı düzəltməkdən ailəmi qatırsan bir-birinə. Düz eləmirsən axı. Bəsdir məni qınadın. Mən nə eləmişəmsə düzünü eləmişəm. Vəssalam. Düz eləməmsən, sən özünü kənardan görmürsən. Mən səni kənardan görürəm, sənə deyirəm ki, sənin elədiyin səhvdir, qəbullan. Başa düş ki, elədiyin səhvdir, sən oğluna qarşı elə eləməli deyilsən. Heç nə demədi, çıxdı getdi, veşlərinə yığdı, çıxdı getdi. Çünki başa düşür ki, səninlə danışmağın mənası yoxdur, sən onu başa düşmürsən. Bizə görə canını qurban verən qardaşım çıxdı getdi, heç nə demədi. Danışmadı, çıxdı getdi. O qızı görüm heç yarımasın. Necə ki, oğlumla mənim arama girdi, bizə elədikləri qardaşlarının başına gəlsin. Hara gedirsən, mama? Sənə qalmayıb. Niyə qəlizləşdirirsən vəziyyəti, mama? Hara gedirsən? Cəhənnəmə gedirəm. Gedirəm uşağımı axtarmağa. Heç kimə də dəxli yoxdur. Baş qalmadı məndə. Ne yiyorsun? Reis. Titanik'a baxıram. Məhəllədə olanlardan xəbəriniz var? Nə olub, nə xəbər? Xəzər evdən gedib. Nətər gedib?
Gedib də. Xəbər yoxdur, anası gil, Mirzəgil hər yerdə onu axtarırlar, tapa bilmirlər. Qulaq as, nətə bir bütün paltarlarını yığıb gedib, yoxsa elə belə gedib? Ha, yox da, bir dəfəlik paltarlarını götürüb, sumkasını yığıb çıxıb gedib. Heç kimin də xəbəri yoxdur, bilmirlər sağdır. Axırı necə olacaq heç bilmirəm. Yox, əgər bu paltarlarını yığıb gedibsə, deməli başını götürüb gedib. Yox, məncə gözdən pərdə açmaq üçün elə eləyib. Paltarlarını götürüb gedib. Düz deyirsən, hər şey ola bilər. Hər şey ola bilər. İndi bircə bilsəydik sağdır, yaşayır. Yaxşı olardı da, söhbətlə qutarardı. Şahnaz hər yerdə bizi günahlandırır. Deyir o 7 qardaş uşağını çox sıxışdırdılar, üstünə gəldilər, başını oynaşdılar, o da baş götürüb çıxıb getdi. Hələ üstündə çox getdilər deyəndə hələ biz onu nə eləmişiksə az eləmişik. Ha, düz deyir də Aras. Bizdə də günah var ha. Yəni biz də çox onu sıxışdırdıq, elədik. Onun canı mənə maraqlı deyil. Yəni heç o maraqlandırmır da məni, amma anası var, bacısı var, yazıqdır da, insandılar. Bizə sağ-salamat tapılsın, amma bizdən uzaq olsun. Uzaq olsun. Hə, tapılsın da, biz heç kimi ölüm arzulamırıq ki. Təbii ki. Bizdən uzaq olsun, nə eləsin. Əlbəttə ki, anası yazıqdır. Şahnaz xala, Elədiyin hərəkətdən xoşun gəldi? neynəmişəm ki mən? Heç nə, neyniyəcəksən? Sənin ucbatından həftələrlə də Xəzər evə gəlmir. Axır ki, uşağımı evindən didərgin sala bildin. Mən bəyəm Xəzərə demişəm ki, evdən getsin. Bəsdir! Elədiyin xəbərçiliklər nəyə desən dəyər. Amma yadında saxla. Uşağımın başından bir tük əksik olsa, günahı səndə görəcəm. Eşitdin? Şahnaz xanım. Salam. Əleykümə salam. Burada niyə dayanmısan? Keçərdin içəri. Sağ ol, çox sağ ol. Ehtiyac yoxdur. Belə gəlişin xeyirdirmi? Onu qızından soruş. Boş ver. Nə olub ki? Nazlı. Şahnaz mənim qapıma niyə gəlmişdi? Hətta elə belə gəlmişdi, fikir verməsən. Nazlı, uzaqdırma da nə olar? De görüm niyə gəlmişdi? Ata, sən təzə ayağa qalxmısan, əsəbləşmək olmaz sənə, nə olar? Nazlı, mən artıq əsəbləşirəm. De görüm nə olub? Xəzər xəstəxanaya düşmüşdü. Onda mən nigaran qalmışdım biraz, yəni insan kimi nigaran idim. Ona görə gedib bir baş çəkmişdim. Şahnaz xala da Arifin qabağını kəsib gedib demişdi, yəni. Gedib Arifə deyib, hə? Sən xəstə idin deyə ona görə səndən gizlətmişdi. Mən də Xəzərə dedim ki, düz eləmir də Şahnaz xala geb Arifə deməklə. O da geb anasına əsəbləşib, sonra da çıxıb evdən gedib. Bunda belə çıxır ki, bütün günahı səni də görürlər də, hə? Amma sən əsəbləşmədən nə olar?
Ay qızım, onsuz əsəbləşməkdən keçib olan olub. Keçən də keçib. Kişinin qızının bir dənə oğlu var da, o da evdən didərgən düşür. Neynəmək olar? Təki dua eləyək ki, salamat gəlsin inşallah. Nazlı, mən səninlə bir ata kimi yox, bir dost kimi danışıram. İnsan təkcə ürəyi ilə qərar verməməlidir. Həm də ağılla hərəkət eləməlidir. İnsan elə hərəkət eləməli, elə yaşamalıdır ki, heç kəs incitməməlidir, heç kimin xətrinə dəyməməlidir. Və o bu dünyadan köçəndən sonra ən azı deməlidirlər ki, dünyadan nə gözəl bir insan gedir. Sən bütün bu olanlardan nəticə çıxar. Gör də, gör Şahnaz necə adamdır. Onun oğlu özü üçün nə qədər əzizdirsə, bax, sən də bizim ailə üçün o qədər əzizsən. Ata! Buradasan. Ata Xəzəri xəbərlərdə göstərdilər. Nə danışsan? Nə olub ki? Bilmirəm, şəklini paylaşmışdılar, dillər itibdir, görənlər xəbər eləsin. Allah kömək olar, inşallah tapılar, narahat olmuyor. Ata, istəyirsən? Alo. Alo, salam. Mən bu televiziyada gördüyüm xəbərə görə zəng vurmuşam. Bəli, eşidirəm. Xəzərin yerini bilirsiniz? Bəli. Xəzər hardadır, necədir? Hə, yaxşıdır, qorxmayın. Oğlan mənim evimdə kiraya qalır. Mən ev yiyəsiyəm. Kirayənin 3 ayını qabaqcadan ödəyim. Gördüm, axtarırsınız, dedim, xəbər edin. Yaxşı, çox sağ olun. Oldu, sağ olun, sağ olun. Şükür sənə, ay Allah, şükür. Xəzər. Xəzər. Nə olub sənə, Xəzər? Xəzər. Ay oğul, sən neynəmsən belə, hə? Buradayım, yanındayım, gəlmişəm. Xəzər, oyan, oyan. Oğul, oyan, oyan, oyan. Oyan Xəzər, oyan, oyan, oyan. Aç gözünü, aç gözünü. Nə olub sənə, hə? Ay oğul, niyə özü bu vəziyyətə salmışsan, hə? Nədir bu halın, hə? Ay oğul, oyan, oyan, oyan deyirəm sənə, Xəzər. Aç gözünü. Hə, buradayım, buradayım, buradayım. Narahat olma, buradayım, gəlmişəm. Alo. Gətir də, bunu vaxtında gətir də, qız. Sən ancaq deyinirsən də Yaşar da. Əhməd Fazə bilmirəm bu kimi oxşayıb. Bir imkan ver də. Gözü də qusa buyurdan narahat olma. Sağ ol. Buyurun, nuş olsun. Gəl görüm o çək. Nə olub? Ha, sənətlər axtarıram. Ne oldu, ben nə itirmişsən? Bu nikah idarəsinə ərzə vermişdik nikahımızdan bağlı. Ha. Bu da SMS-lə cavab göndərib, yadımdan çıxıb baxmamışam. İndi xəbərim olur. Nə vaxt ki? Sabah nikahdır. Aa, nə yaxşı, təbrik edirəm, gözün aydın axır ki. Hə, nəyə yaxşı, heç kim hazır deyil. Nə Sənubər hazır, nə mən hazıram. Alınası şeylər var, qalmışaq bu deyil. Ay, sən narahat olma, ölməmişik ki, hər şeyi həll eləyərik. Tək sən xoşbəxt ol, sən xoşbəxt yaşa. Arif, ata düz deyir, narahat olmamız. Sən bizə de, biz özümüz düzün qoşarıq. Narahat olmaya düz deyir də, səhər tezdən nə lazım ki, balıq gələk. Bax, səhər tezdən birici gül lazımdır. Alaram. Ağ gül alarsan, özdə tülpan alarsan. Alaram. İndi dəbdə. Gül mənlikdir. Bir dəqiqə, bəs paltar məsələsini neynəyək? Səni var 100% indi başı qarşıacaq hazırlaşmağa. Paltar nə geyinəcək, neynəyəcək? Ona mən zəng eləsəm başını itirəcək insanın. Gələ gedib üzü bəzi danışım başa salamam. Arif, mənə bax, kefli pozma ki. Qardaşların ölməyib ki, yanındayıq da sən. Hə də, düz deyir. Bu gün sən xoş günündür.
Hadi günə gül günə sevin. Sevinirəm, yaxşı, sevinirəm. Bax, sevinirəm, bax. Axır ki arzu istəyin həyata keçir. Axır ki Sənubərlə evlənirsən. Bir yaxşı, yanda oğlum, öz yaxşı. üzün gülsün. Elə ki nikah oldu, ailəni götür gəl bura. Boşdur, boşdur. İnşallah həyat. Get öz otağına bax da. Yaxşı, nə yaxşı. Ay sən həmişə balışın altında gizlədirsən, ora bax. Hər şeyi də bu şkafdan axtarır. 20 il bundan qabaq necə, indi də elə. Ay sən Arif. Ver, biləsən. Al ay Saşa, al. Qozofun olsun. Ata sən istəsən də. Şimdi bırak, bırak. Sakit. Yatıp yere vururlar. Sakit olun. Sen niye özümü bugüne koydun? Niye beni yandırıp yakınsın? Ay kızım, ay kızım. Ne olup bana? Şahmaz. Dedim aha sakit ol. Oyanmasın. Sakit ol. İndi vəziyyəti necədir, ay Mirzə? Yaxşıdır, dünən deyil, yaxşıdır. Ne olur? Tapdı səni, hardaydı? Güclə yatırdım bura. Gəlmirdi. Əsas odur ki, tapdıq, şükür edeyim. Hardaydı bəs? Özünə bir ev tutub. O evin sahibi elanda görüb xəbər elədi. Çox pis vəziyyətdeydi. Bəs həkim nə dedi? Vəziyyət ağır deyil ki. Sakit olasan. Gəlin çıx bayırda danışaq, gəl. Yok, yok, siz gedin, ben gidemiyorum. Sakit ol. Sakit ol. Daha yanındadır. Heç yerə gedən deyil. Çıxın bak. Gel. Gel. Aynada gelerik. Gel. Gel. Gel çek. Sakit. Salam ay Arif. Salam Aysən. Ne olub, niye çağırmısan beni? Əslində bir şey olub, romanı olub, amma yaxşı bir şeydir. Ürəyimi salma, sən Allah, ne olub yenə də? Yo, qorxma. Sabah nikahdır. Sabah? Sabah nigahdır? Ha, nikahdır sabah. Bəs mənim niyə xəbərim yoxdur? Açıq mənim də xəbərim olmayıb. Telefonuma SMS gəlib, mən də gez baxmışam. Dedim ki, sənə deyim. Bir ay necə gəldi, keçdi? Hə, sənə ver. Heç inansan yadıma da düşməyib. Şeybi yox, bir dənə imzadır da. Sabah gedərik, tez imzamızı atıb gələrik. Hə, gedərik. Açıq istəyirəm, hər şey ürəyiniz olsun. Bunu da sən almışım. Bu nədir? Bax, görəcəksən mənə. Düzdür, xoşuma gəlməsə aparıb dəyişə bilərik. Öz zövqümcə seçdim. Arif, Aycan, çox gözəldir axı. Çox sağ ol. sən də sağ ol. Amma vallahi heç ehtiyac yox idi. Özüm həll eləyərdim də hamısını. Yo, səni bəli olmadı ki, ölmüşəm mən. Vaxtında bir çox şeyləri eləyə bilmədim. İstəyirəm bundan sonra eləyim. Sənin xoşbəxtçiliyin üçün əlindən nə gəlirsə, nə gəlmirsə, hamısını eləyəcəm. Vallahi bax Arif, yenə də deyirəm, heç nə istəmirəm, heç nə. Necə, nə də istəmirsən? Səni bəy, gör nə deyirəm. Gül hansı rəng götürüm? Arif, gül nədir? Gülü neyinirsən? Biz bəyəm körpü uşaqlarıq. Vallahi heç nə istəmirəm, ehtiyac yoxdur gülə. Bildim ya, onlardan nə ilə fərqlənir ki? Onlar da ailə həyatı qurur, biz də ailə həyatı qururuq da. Amma yox, sabah hazır ol, gül də alacam, narahat olma. Bir şahid mən götürmüşəm, bir şahid də sən yanıma götür, yaxşı? Çay ver, tək içirsən. İnanırsan, başım qədər gedib. Sən gülürsən, mən həyəcanlanıram. Haradasan ax Xəzər? Nə görə oldu? Mən bəyəm Xəzərə demişəm ki, evdən gəl. Bəsdir. Elədiyin xəbərçiliklər nəyə desən dəyər. Amma yadında saxla. Uşağımın başından bir tük əksik olsa, günahı səndə görəcəm. Eşitdin? Sən o sözləri deməzdin.
mənə görə oldu. Hər şey mənə görə oldu. Hər şey mənə görə oldu.